Bu münasibətlə keçirilən tədbirdə Şərur rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, din xadimləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə ümumilə lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Çıxış edənlər Nəcib təşəbbüsə görə təşəkkür edib bayram təbriklərini çatdırıblar. Bildiriblər ki, dövlət və özəl tərəfdaşlığı çərçivəsində yeni məscid və mərasim evlərinin tikintisi davam edir. Bu istiqamətdə Şərur rayonunda da davamlı işlər görülür. Bu gün müqəddəs Qurban Bayramı münasibəti ilə Dərəkənddə yeni mərasim evinin istifadə verilməsi də həmrəyliyin, qardaşlığın rəmzi kimi belə tədbirlərin davamıdır. Vurğulanıb ki, yeni mərasim evi kənd sakini 1-ci Qarabağ müharibəsi veteranı, kickboksing üzrə 3 qat dünya çempionu, əməkdar idman ustası Şahin Mahmudovun təşəbbüskarlığı ilə ərsəyə gəlib. Yeni mərasim evinin istifadəyə verilməsi sakinlərin dini mərasimləri rahat şəkildə keçirmələrinə şərait yaradacaq və əlavə xərclərin qarşısını alacaq. Sonra mərasim evinin açılışı olub. Xeyirli olsun. Mərasim evi qadınlar və kişilər üçün olmaqla 2 zaldan, mətbəx və ambardan ibarətdir. Sonda yeni mərasim evində bayram süfrəsi açılıb. Heydər Məmmədov, Atabəy Səyyad Vurğunbay. Bu, həm kənd sakinlərinin rahat mərasimlərinin keçirilməsində xidmət edəcək və həm də kəndin görünüşünə ümumi gözəllik qatacaqdır. Mən demək Şahin müəllimə, kənd cəmiyyətinə özləri minnətdarlığımı bildirirəm ki, belə bir mərasim evinə yaxından köməklik göstəriblər. Hər birinizi bu bayram münasibəti ilə, 2 bayram münasibəti ilə, həqiqətən həm Qurban Bayramı, həm kənddəki bu mərasim evinin tikilməsi 2 qat bayramdır. Hər birinizi təbrik edib, işlərinizdə uğurlar arzu edirəm. Sağ olun. Hörmətli mərasim iştirakçıları, hamınızı salamlayıram, hamınıza xoş gəldin deyirəm. Böyük Qurban Bayramı münasibəti ilə bütün Azərbaycan xalqını, bütün kəndimizi, rayonumuzu, bütün şəhid ailələrini təbrik edirəm. Şəhid ailələrinin, valideynlərinin qabağında baş ayıram. Çox sağ ol Şahin müəllim. Bugünkü günü Kemal müəllim qeyd elədiyi gün bizim üçün 2 qat bayramdır. Bizim sevincimizin həddi hüdudu yoxdur. Bugünkü günü kənd sakinləri üçün belə bir xeyirxah işin görməsi çox sağ olun, var olun. Allah canınızı sağ eləsin. Çox sağ olun. Bütün rəhbərlərimizə, rayon rəhbərliyinə, Naxçıvan rəhbərliyinə də dərin minnətdarlığımızı bildiririk. Sağ olun, hamınız xoş gəlibsiniz. Rayonumuzun akıncı da gəlibdir, o da xoş gəlibdir. Belə Azərbaycan xalqına toy bayram, belə yaradıcılıq, quruculuq işləri yaraşır. Sağ olun, çox sağ olun. Hamınız xoş gəldiniz. Biz Qurban Bayramıdır. Bütün Azərbaycan, bütün Naxçıvan, Şərur, Dərəkənd, bütün Azərbaycanımızı bu bayram münasibətlə təbrik edirəm ilk öncə. Fürdü mənim çox sağ olsun. Təqdimat verdi, bildi. Burada bizim şəhid analarımız, mən hamımızın qarşısında baş əyirəm. Valideynlər, siz heç vaxt unutmaq olmaz. Bu inşaatı mən başlayanda müəyyən səbəblər narahatçı olsa da biz öz gücümüzə, öz vəsaitimizə keçən il bu günlə təsadüf edirdi və bu gündə biz söz verdiyimiz kimi bu tikintini inşa etdi. Öz doğulmada olduğum kənddə, bu kənddə doğulmuşam, boya çatmışam, orta məktəb burada bitirmişəm. Bizim kənd bilirsən, yad adam yoxdur, hamı bir-birinə yaxın qohumdur. Mən bugün şadam ki, mənim yenə kəndim yanımdadır, arxamdadır, dostlarım gəlib, başqa kəndlərdən, hamımız xoş gəlibsiniz. Mən bizim rəhbəriyə də təşəkkür edirəm ki, bugün bu təşkilatlığı yaradıbdır, bizim yanımızdadır, İsmail Birlik, şəhid ailələri. Hamımız xoş gəlibsiniz. Mən istərdim ki, atam da bu kəndin ağsaqqalıdır, Məhəmməd dayı. Gəlsin olar da ki, onların xeyir duaları bizə çox vacibdir. Biz gənclərə, cavanlara, ailə, həmişə onlara ehtiyacımız var. Ata, gəl bir də sən də xeyir duanı ver.